Onu danışsan elə bir aləm deyəcək bir-birinə də. Birinci ilə verilişinizdə sizin partlayacaq, deyəcək, Ruslan getdi, gənə oyun çıxartdı orada. Görsən də var ki, okey, no problem, deyir, qızışdırır da məni. Biz də pijdi edirdik. Məsələn, məşqəsə də gedəndə ayağımıza o çıxanda razdivakadan çak. Oh my god! Böyle fırlanır oradan, dalarım, çay toprağım, nə bilim belə gedir. Təhməz bəy İtaliya forması geyinir. Mən necə eləyəm? Bunu elə belə geyinməmişik. Avropa komandalarını uda bilərik və yaxud da gedib Avropa çempionatı və yaxud da dünya çempionatına gedib çıxa bilərik. Bu right deyil. Mən qayıtdım ki, left. O başa düşdü. Başa düşdü ki, əmoğlu. Ki, burada aləmi qatmışam bir-birinə. Bir gördüm o Veslo yoxdur şey. Kəlləmin ortasında belə bax. Lan! Biz bu formanı izləyicilərimizə hədiyyə eləyəcəyik. Qəşəng. Bir dənə qəşəng sualımız olacaq. Şərhlərimizi gözləyirik. Bütün şərhləri oxuyacağıq və içindən ən maraqlı seçilmiş şərhə Ruslan Əmircanovun imzası olmuş bu köynəyi hədiyyə eləyəcəyik. Hər kəsə salam. Topal podkastında xoş gördük sizləri. Top meydanda ola bilər, amma müzakirəsi burada edilir. Futbolun ən maraqlı məqamları, debatları bizimlə izləyin. Bu il keçirilən dünya çempionatında ötən illərdən fərqli olaraq 48 komanda iştirak edəcək. Bu da daha çox intriqa, daha çox rəqib deməkdir. Bu gün studiyamızın qonağı Azərbaycan futbolunun ən tanınmış simalarından biri. Futbolçu dövründə olduğu kimi futboldan sonra da özündən adından söz etdirən Ruslan Əmircanovdur. Ruslan müəllim, xoş gəlmisiniz. Çox sağ ol. Bu podkastda bizlə birlikdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirik. Siz də uzun illər milli komandada oynamısınız, müxtəlif klublarda çıxış eləmisiniz Azərbaycan çempionatında, Azərbaycan çempionu olmusunuz həmçinin. Yəni bizə maraqlıdır ki, sizin üçün milli komandada oynamaq bir futbolçu üçün nə deməkdir? Birinci növbədə mən də təşəkkürümü bildirmək istəyirəm sizə. Mən bu podkastınıza qonaq kimi dəvət etdiyiniz üçün. İlk verilişimizdir sizə bu podkastın uzun ömürlü olmağını arzu edirəm. Təşəkkür edirik. İnşallah ki, baxımlı olar, sevilər. Oradan da ilk verilişimizdə məni dəvət etdiyiniz üçün xüsusi təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik. Belə təqdim etmənizdə belə təmtərahman elədiniz. Mən heç bilmirəm hardan başlayım, nətər deyim. Oradan da futbol karyeramı hansı ki belə nəzər yetirəndə həm futbolçu kimi oynadığım klublarda əlimdən gələni doğrudan da çalışmışam klub üçün birinci növbədə öz adım üçün yox, hansı klubun şərəfini qorumuşamsa çalışmışam ki, oradan hansı komandadan aldığım o əmək haqqını meydançada öz oyunumla elə bir geri qaytarım və bir çox klublarda çıxış eləmişəm və milli komandamızın da şərəfini qorumuşam 2008-2014-cü il arası. O da Berti Fox'un dönəminə düşür, Alman məşqçinin. Oradan da hər bir futbolçu, mən inanmıram ki, ümumiyyətcə Azərbaycanlı bir futbolçu, hansı ki, klubda çıxış edən futbolçunun arzusu olmaz ki, gedib milli komandaya gedib çıxmasın. Hər bir futbolçunun arzusudur, orada gedib çıxmaq hər insana qismət olmur. Çox şükürlər olsun ki, mənim də bəxtimə, taleyimə həmin bu yazı yazılmışdı və mən də oradan da milli komandanın formasını əynimə geyinmişəm və çox qürurluyam və şərəf hissi keçirdirəm ki, doğrudan da həmin o dönəmdə olan o 20-25 futbolçunun içində mənim də adım var və Azərbaycanlı olaraq əlbəttə ki, onu sözlə belə ifadə eləmək olmur. Çünki sən Azərbaycan milli komandasının formasını geyinirsən və hansısa bir yoldaşlıq görüşümü deyim, hansısa bir kvalifikasiya seçmə mərhələ bir oyuna çıxırsan və orada bizim Azərbaycanımızın himni səsləndiriləndə həmin o duyğunu, o hissi, yəni heç bir sözlə izah eləmək olmaz, yəni ifadə eləmək olmaz. Ona görə də doğrudan da çox sevinirəm ki, karyeramda mən də millidə 0,1% də nəsə də olsa, yəni mənim də hardasa əməyim
var və o doğrudan da sevindirici hissdir. Və bütün futbolçulara da arzu edirəm ki, inşallah axıra qədər öz missiyalarına davam eləsinlər və potensiallı futbolçular, Azərbaycanlı futbolçulardan istəyir balacalardan tutmuş böyüklərə, klublarda çıxış edən futbolçulara arzu edirəm ki, onlara da qismət olsun ki, bir dəfə də olsun həmin o milli komandanın formasını geyinsinlər. Müəllim, siz indi həm Araz Naxçıvanda köməkçi məşqçi, U19-un məşqçisiniz, həm Bəli. belə fərdi məşqlər keçirirsiniz. Yəni onunla bağlı soruşmaq istəyirəm ki, siz futbolçularla iç-içəsiniz, daha yaxşı tanıyırsınız bizdən. Yəni ümid varmı ki, Azərbaycanda nə vaxtsa dünya çempionatında iştirak edə biləcək? Doğrudan maraqlı sualdır. Əslində futbol adamları olmayanlar o qıraqdan belə danışırlar, ya o monitor arxasındakı o ekspertlər var ya, telefonla nəsə yazırlar, fikir bildirirlər. O adamları istəyirəm ki, elə bil mənim əlimə gəlib düşsünlər, mən də məşqçiyəm də. O vaxt ki, mən futbolçu olan vaxtı məşqçilər bizi məsələn qaçırdırdılar. Məşq prosesində dedi, ayda nə qədər qaçmaq olar, bu nədir? Yorulduqca canımız sıxdı və yaxud da nəsə də həmin o əziyyəti istəyir soyuğun çoxununda, istəyir yayın o Onlara yaşadım mən. 50 dərəcə istidə məsələn avqust ayında adamın ağzından köpük gəlir də bilirsən necə deyirsən ki, biz bu qoy məşq qutarsında da yorulduq, öldük, canımız sıxdı. Bu adamları bir dənə elə bir yarım saatlıq mənim əlimə versinlər. Desinlər ki, Ruslan müəllim, bunlara bir yarım saat elə məşq etsinlər ki. Dili qoy çıxsın, qoy dilləri çıxsın bayra və həmin o əziyyəti hansı ki futbolçular çəkirlər doğrudan da bu məşqlərdə. Qıraqdan o yazmağa da bunların o imkanı olmasın ki. Bizdə Azərbaycanda nə futbol var, futbol olsa da bizdə olmuyor və yaxud da. Sovet dönəmindən yəni baxanda indi məndə evdə köhnə babalardan məsələn qalan kitablar var rus dilində. Bəli. Hansı ki 60 neçənci ildən Neftyanikdən yazırlar, indi o vaxt Neftyanik indi Neftçi idi də bizim flaqman. Baxırsan görürsən ki doğrudan da Sovet vaxtından düz deyin də Azərbaycanlı futbolçular da olub içində. Başqa məsələn Ukraynadan gürcü futbolçular da olub, hansı ki Azərbaycan neftinin şərəfini qorumuş məsələn futbolçular olub və bu neftçi Sovet dövründə doğrudan da ad yazdırıb, da ad qoyub yəni həmin bu tarixdə. Bizdə futbol olub sadəcə olaraq biz bu Avropadan geri qalırıq. Nə mənada geri qalırıq? Bax futbol günü-gündən məsələn sürətlənir, daha da inkişaf edir. Bizə məsələn gəlirlər təlimatlar keçirirlər. Biz məsələn mən Araz Naxçıvanda 19 yaşlardayam da, düzdür? Evet. Gəlirlər məsələn federasiyadan, müasir futboldan və yaxud da hakimlikdən, oyun qaydalarından ildən ilə hər dəfə baxırsan ki, nəsə dəyişilir. Adi bizə məsələn elementlər göstərirlər ki, biz Azərbaycanda məsələn keçirilən o məşqlərdən içi mən qarışıq, mən demirəm, mən asam, mən Jose Mourinho'yam və yaxud da Guardiolayam və yaxud da nəsə. Yeniliklər nə ki var, mən məsələn bilmədiyimiz şeyləri mən indi bir ay deyil, məsələn A kateqoriya məşqçilik kursunu bitirdik və A kateqoriyasını aldıq və orada Aslan müəllimcik, məsələn rəhbərlər, Arif müəllimcik, Cahangir müəllimcik, Osman müəllimcik, yəni bizə məşqçilikdə bizə başa salırlar. Doğrudan da detallı şəkildə göstərirlər ki, bax Avropa necə olur ki, bunlar qabağa gedir. Qabağa gedir sadəcə nə də tez düşünürlər və tez qərar verirlər. Biz hansı ki, bax indi ki, bizim futbolda uşaq topu qəbul eləməmişdən qabaq pas verirsən, tutaq ki, komanda yoldaşına, o heç əvvəlcədən baxmır nə baş verdiyini, topu qəbul eləyir, salır qabağına, başını qaldırır, baxır, görüm orada, Murad boşdur. Murada belə pas vermək istəyənə kimi 7 saniyə gedir. 7 saniyədə də orada artıq elə bir 4 saniyə adamlar 30 metrə test verirlər. Futbolda belə bir test var, futbolda 4 saniyə məsələn 30 metrə qaçmalısın. Sən təsəvvür elə, sən 7 saniyə verirsən o pası. Avropadakılar adi, məsələn, Iniesta'nı götür, nə bilim Pirlo'nu götür, Xavini götür, nə bilim Kroos'u götür. Mən artıq buradan qardaşımdan pası almamışdan qabaq mən Murad sənə verəcəmsə o pası. Mən qəbul eləməmişdən qabaq bir dənə skan edirəm, baxıram ki, Murad orada boşdur. Sən mənə verdiyini mən bir toxunuşda 1 saniyə içində verirəmsə, sən atakan davam edirsən. Çünki mən şahmatdakı kimi əvvəlcədən 2-dən addımımı qabaqcadan fikirləşirəm. İstəyir mənim üstümə 3 dənə oyuncu gəlsin, pressing eləsin. Mən artıq qərarımı vermişəm və baxıram, görürəm situasiyaya görə ki, məsələn Murad orada boşdur. Buradan gələn bu topu bir toxunuşla sənə verəndən sonra o deyirlər ki, ayda necə əvvəlcədən gördü, o pası gördü, ora verdi. Yəni qərar verməkdə, düşüncədə onlar artıq yəni Avropa bizdən qabaqdadır. Biz məsələn topu qəbul edirik, qabağımıza dribling edirik, 1, 2, 3, 4 toxunuş edirik. Nə qədər vaxt gedir?
Ondan sonra sən onu başlayırsan icra eləməyə. Yəni adi bir dənə balaca bir elementdə biz onlardan geri qalırıq. Osman bəy, üzr istəyirəm. Deməli, birincisi əziyyət demək olar eynidir. Aha. Avropa ilə bizdə. Bəli. Əziyyət eynidir. Sadəcə də qeyd elədiyiniz kimi, yəni bizim onlardan geri qalmamız bu düşüncədir. Bizim düşüncəmizin düzəlməyi üçün nə lazımdır? Bizim belə deyək də, onlar qədər sürətli düşünməyimizə mane olan nədir? Bizim mane olacağımız bir şeylər, yəni çox detallar var orada. Yəni sənin keçdiyin məşqlərdən baxır. Mən məsələn keçən il İspaniyadaydım. Həm Atletico Madridin getdim akademiyasında məşqlərinə baxdım. Nə məşqlər keçirlər, necə keçirlər. Ondan sonra getdim Real Madridin bazasına girdik. Dostumuz Əbül Fəs sağ olsun onun vasitəsilə. İspaniyada da salamlayıram buradan onda. Real Madridin məsələn akademiyasına baxdıq. Deməli bizdə böyük futbola da, yəni o 100 metrə bu qapıdan o qapıya, dədə-baba bildiyimiz futbola keçirik 14 yaşda. U13, U12, U11 məsələn oynayırsan stadionun eninə 8+1 qapıçı və yaxud da 9 oyunçu bir qapıçı nəsə belə. 14 yaşından keçirik 100 metrəlik meydançaya. 14-də, U14-də. Orada mən gedib məsələn Real Madridin oyun məşqinə baxanda, deməli meydançanın bir tərəfində U11 məşq eləyir. Meydançanın bu birisi hissəsində isə U14 məşq eləyir. Orada deməli U8-dən 8+1 oynayırlar meydançanın eninə. U9-dan artıq 100 metrəyə oynayırlar, yəni 100 metrəlik meydançanın uzunluğunu oynayırlar. Demək olar 9 ona yaşından. hazırdılar da artıq. 9 yaşından bu Professional əgər futbol oynayır. bu başlayırsa 100 metrəlik oynamağa, biz başlayırıqsa bu oyunlara 14 yaşından, deməli ən azından bu 6-7 5 il orada il, 5 il bizi bunlar qabaqlayırlar. 5 il bu 9 yaşlı uşaq ucu meydançada bilir ki, çıxıb hansı mövqedə oynayacaq, bunun işi nədən ibarətdir, nə edəcək və o həmin o keçirilən o məşqlərdə onlara uyğun olan şeydir. Hansı ki, sən məsələn getdin oynadın Real Madridlə, tutaq ki, Real Madridin akademiyasından 8 yaşlılarda getdin oynadın Polyanın eninə, məsələn uduzdun, məsələn tutaq ki də 2-0 məğlub oldun. Bizim ən əjdaha uşaqlarımızı yığıb getmişik də məsələn ora. Həmin eyni komanda ilə 14 görüşəndə 5 ildən sonra meydançada. Həmin sən o 2-0 uduzduğun var ha, ən azından orada 8-0 və yaxud da 10-0 uduzacaqsın. Çünki 5 il səni onlar qabaqlayırlar ən azından. Biz çünki eyninə oynayırıq. Sən artıq böyük meydançaya çıxandan sonra uşaqların gözləri belə qalır ki, müəllim hara qaçım, neyniyim, müəllim neynəməliyəm, nətər eləməliyəm. Yəni deməyim odur ki, bizim düşüncəmiz, bizim fikirləşməyimiz ümumiyyətcə futbolu bilgimiz Avropadakı kimi deyil yəni. Biz tamam başqa şeylər. Bizim yeməyimiz başqadır. Biz məşqdən çıxacağıq, gedəcək oradan, uşaqdan çıxan kimi gedəcək oradan piraşki yeyəcək acıqa ilə. Ya oradan bir dənə 1 manat 50 qəpiyə dönər alacaq, dönər yeyib gedəcək. Amma oradakı Avropadakılar, məsələn, klubların hamısının özünün vitaminizasiyası var. Hansı ki, futbolçu məşqdən çıxandan sonra bunun meyvəsidir, bunun nə bilim içkilər də hansı ki, izotonik içkilər, nə bilim bol vitaminli içkilər, nə bilim hansı ki, proteinli içkilər verirlər məsələn. Onların hamısı nəzarət edirlər. Yəni yatmağımız, durmağımız, yeməyimiz, yuxumuz, bütün hər şeyimiz qardaşlardan geri qalır. 9 yaşından artıq uşaq professional kimi davranırlar. Professional futbolçu kimi. Orada bəli, əlbəttə ki, və mənim şahidi olduğum şey nədir? Soruşuram ki, məsələn, burada necədir bax? Deyir ki, Ruslan, tutaq ki, bu gördüyün bu komanda Real Madridin U11 komandasıdır. Bu U11 komandasının A komandasıdır, birincidir. Və bundan sonra əlavə, elə bil 25 futbolçu A komandadadır. Ən qaymaqlar, ən ballar da belə deyirsə ki, bal deyil bu. A komandasından sonra elə bil eyni bunlardan yarım ayaq geri qalan 25 nəfər B-si var. Ondan bu tərəf 25 nəfər C-si var. Ondan bu tərəf 25 nəfər bu birisilər var. Yəni gedib o akademiyaya düşmək elə belə bir şey deyil. Və məşqçi də sənin nazınla oynamır orada. Əlinin altında o qədər futbolçu var ki. Deyir ki, tutaq ki, Murad olmayacaqdı. Hə, Murad ucu oynayır 3 aydır. Ucu belədir, ulduz oldum mən, az qaçıram və yaxud da neydən balaca yaşından biraz ulduz xəstəliyinə tutulduq. Məsələn, onlar deyir ki, bax ha, sən ucu artıq şişmisən. Yəni bu meydançada artıq biz istədiyimiz kimi ya özün istədiyin kimi oynayırsan, biz istədiyimiz kimi məsələn komanda effekti vermirsən, göndərəcəyik məsələn sən B komanda. B komandasında da orada o
Apache'lər kimi gözləyənlər var. Şanslarını ki, bir dənə variant olsun, gedim Bəli, A'ya. dəyərləndirmək. Buradan gedir ora, A'dan göndərir B'yə və sənə orada şey eləmir. Ki, yox Murad yaxşı futbolçudur. Qoy ona bir də biraz da şans verək, biraz da şans verək, biraz da şans verək. Yəni sənin nazından oynamırlar orada. Səni göndərəcək ora, istəyir aparıcı futbolçu olur. Gedirsən o tərəfdə artıq bir də gözlə 3 ay, 5 ay ki, səninlə başqa şans düşər, təzədən qayıdıb gələrsən geri. Yəni o baxımdan heç bir məsələn Atletico Madriddə bir futbolçu var idi, U17-lərdə. Deməli Əlcəzair millisinin futbolçusuydu. Əlcəzair millisinin futbolçusuydu. Məsələn, deyir ki, Atletico Madrid ümumiyyətcə necə gedirlər onların sistemi? Deyir, əsas komanda Simeone'nin komandası nə tər oynayırsa, bütün akademiyada elə oynamalıdır. Məsələn, üçlü müdafiə oynayırlarsa və yaxud da dörtlü müdafiə oynayırlar, 4-2-3-1 oynayırlarsa, bütün əvəzedici komandaları Sistemi bütün komandanın yaş qruplarına yansıdıblar. 17, 15, 14, Əsas komandalar hazır bütün olsun. hamısı nə tər oynayırsa Simeone, bunlar da elə oynayırlar. Ruslan bəy, deməli o necə ki fərqli məsələn bizim futbolla Avropa futbolunun fərqi ilə danışdınız. Elə yeri düşmüşkən bildiyiniz kimi bir aydan biraz artıq vaxt qalıb dünya çempionatının başlamağına. Komanda sayı 32-dən 48-ə qaldırıldı. Və bizim bildiyimiz, görməyə alışdığımız o dünya çempionatındakı klubların bəziləri yoxdur və onların əvəzinə digər qitələrdən nisbətən daha zəif hesab edilən yeni adlar, yeni milli komandalar cəlb olundu. Və bu fərq o fərqdən bizim futbolla Avropa futbolunun fərqindən dünya çempionatı səviyyəsində belə bir fərq. Sizcə bu futbolun coğrafiyasının inkişafında kömək eləyəcək, yoxsa belə də dünya çempionatı daha maraqsızlaşacaq bundan sonra? Məsələn, Təhməz bəy İtaliya forması geyinir. Mən Nigeriya, bunu elə belə geyinməmişdim. İtaliya belə hiss edirəm. Yox, İtaliyada Nigeriya kimi millilər olmayacaq dünya Bəli. çempionatında. Bunlar da hamı bilir ki, həmişə dünya çempionatının gözü olurlar. Bəli. Yəni maraqlı futbol oynayırlar həqiqətən də. Məsələn, burada Danimarkada misal göstərə bilərik ki, gedə bilmədi təəssüf ki. Yəni bu dünya çempionatını maraqsızlaşdıracaq sizdə, yoxsa belə daha maraqlıdır, yəni. Onlara nisbətən daha zəif komandaların gəlməyi dünya çempionatının necə təsir edir? Ümumiyyətcə, İtaliya artıq neçənci ildir, ikinci dəfədir, üçüncü dəfədir gedə bilmir. Üçüncü səfərdir artıq. 2022-də də olmadı, 18-də də olmadı, 14-də də olmadı, indi 26-da da yoxdur. Axırıncı yəni 2000 12 ildir, son 3 mundialda yəni çıxış eləmir də, iştirak eləyə bilmir İtaliya. Hansı ki biz İtaliya deyəndə həmin o Pirlolar, nə bilim Roberto Azərbaycanda fanatı çoxdur biraz. Maldini'lər, kimlər, Nestalar, Cannavaro. Biz gözümüz örgəşmişik. O qədər İtaliyanın özü dünya çempionu olub. İtaliya o qədər nəticələr verib, ondan da qabaq uğurları çox olub. İstəyir köhnə dövrün insanları, yaşlı necə deyirlər də, yaşlı dövrün insanları. Cavanlar da yəni İtaliya çempionatına baxanlar var, Milanına baxır, kimsə Juventusuna baxır, kimsə Boloniya baxır. Yəni o qədər fanatlar var ki, artıq bu komandalar Nigeriyanın özünün məsələn futbolçularını C.C. Okoçodan tutmuş, nə bilim Amakachiya kimi də hamımız o şeylər gözümüzün qabağına gəlir. Məsələn, Osimhen olmayacaq. Hansı ki indi oyun çıxardır məsələn Türkiyədə. Dünyanın aparıcı klubların radarında olan bir. Olmamağı bilirsən necə, düzdür. Hardasa belə top komandaların olmamağı bir balaca adamı həvəsdən salır. İstər-istəməz o qədər İtaliyaya sən demişdən, Nigeriyanın özünün də bildiyi kimsə fanatları var. Amma futbolu sən o demək deyil ki, sən İtaliyasan və sən doğrudan da sənə qarantiya kimsə verib ki, sən 100% gedib orada iştirak edəcəksən. O da nədən irəli gəlir? Yenə də deyirəm, futbol günü-gündən inkişaf eləyir. Futbol günü-gündən irəliyə doğru daha da sürətlənir deyə və bu ölkələr hansılar ki, təzə-təzə çıxırlar ortalığa. Bunlar artıq beyin yandırırlar, fikirləşirlər, deyirlər ki, bax biz məsələn 10 ildir tutaq ki, biz çıxa bilmirik şeyə, dünya çempionatına. Bu İslandiyanın özü, buz ölkəsidir da belə baxanda. Stadionlarına bir dənə bax gör, başda üstə hər məhəllədə bir dənə stadionu var. Qar örtəcək, nə bilim 5 metrlik qar, bütün evlər, maşınlar qarın altında qalacaq. Stadionları var ki, üstü bağlı çıxıb o məşqinə görə gedib orada məşq edəcək üstü bağlı yerdə. Və bunlar hamısı strategiyalı şəkildə, strateji şəkildə hamısı planlaşdırılır ki, mən bax bu il mən bunu nə etməliyəm? Bu il bizim futbolçuları nə cür işləməliyik? Bu il inkişaf eləməkdən ötürü hansısa bir klublara mı yönəltməliyik? Milli komandanın futbolçularda məsələn kimsə var. Tutaq ki, biz o vaxtı Berti Fox'un vaxtında oynayırdıq. Lüksemburg, Liechtenstein, Andorra, Malta, nə bilim, oradan o Karlik dövlətlər var da, balaca xırda dövlətlər. Fikirləşirdik ki, tutaq ki, Lüksemburgla oynayırıq, deyirdik, hər şey rahat.
3 dənə vuracağıq. Belə başa düşdüm ki, siz 48 komandaya qaldırılması və İtaliya kimi komandaların belə deyə bu dünya çempionatında iştirak etməməsini belə deyə real qarşılayırsınız da. Yox, real normal bir qarşılamıram. Mən də istəyirəm ki, məsələn İtaliya gedib ora düşə bilmədi. Mən həmin oyuna baxırdım, hansı ki, uda bilmədilər. Məğlub oldular. Bosniyaya keçə bilmədi. İtaliya kimi komandanın yəni sən 12 ildir sən ora düşə bilmirsənsə, deməli sən ya milli komandana normal bir məşqçi kimisə gətirmirsən, hansı ki müasir futbolu, yenilikləri bilən, ümumiyyətcə hansısa bir daha sürətli futbol oynayan, bildiyimiz İtaliya çempionatı deyəndə orada konkret mübariz xarakter, Patkatın biri 1 qəpik, Maldini oradan nə bilim Cannavaro buradan şaq 90 sonu 2000-lərdə kiçik dünya çempionatı deyirdilər ora. İtaliya çempionatında yəni baş çıxartmaq mümkün deyil də. Birinin diz qapağa gedir, birinin nə bilim bağları qopurdu. Yəni həmin o güc futbolu gedirdi də. Mən indi deməyim odur ki, bu 12 ildir sən İtaliya millisi sən əgər gedib ora düşə bilmirsənsə, deməli sən hardasa nəyəsə düz getmir. Bəli, səndən çempionatda qat-qat zəif olan ölkə gedir, orada iştirak edir. Amma Avropanın top 5 liqasından birinin yığması gəlib orada oynayır. Yəni onu indi ona nəticə gətirməli. Mən demirəm məsələn bunlar İtaliya yoxdur. Ha oradan tutaq ki, nə bilim Trinidad Tobago gedir ora. Məsələn deyirəm, tutaq ki, nə bilim hansısa bir Burkina Faso gedir düşür və yaxud da hansısa bir ölkə. Necə olur ki, yəni sən İtaliyasan qardaş? Sən Nigeriyasan, sən nə bilim Danimarkasan, sən necə gedib düşə bilmərsən ora? Ola bilər indi Stukavoy oyunlarda hansısa bir komanda ilə düşə bilərsən, bəxtin gətirməz. Amma ta 12 ildir sən İtaliyasansa sən məsələn Bosniyaya gedir. Amma Bosniyada sən elə fikirləşmə də Bosniyanın bir dənə millisində oynayan futbolçuların bir dənə Almaniya, İtaliya çempionatlarında çıxılan oyunçular da. İtaliyada oynayanlar kimdir? Hamısı öz İtaliya çempionatı. Düzdür, İtaliya çempionatı zəif komanda, zəif çempionat deyil. Bəlkə də tutaq ki, İngiltərə, İspaniya, nə bilim, İtaliya, Almaniya, yəni top 5 dövlətlərin çempionatların içindədir. Sadəcə olaraq onu araşdırmaq lazımdır ki, nə isə dəyişməlidirlər ki, bu İtaliya futbolunun qardaş, o köhnə vur, dağıt, söz, patkat elə nə bilim, güc futbolu, şaqqılla deyək, qışların qaldı ki, o futbol da yox. Bu futbolçunun oyunda aldığı həmin o yük, o yorğunluq var. Onun bərpası 72 saat. Yəni 72 saata futbolçu təzədən elə bir bərpa olacaq. Təzədən məşq Bunun bərpa məşqi var, bunun yatmağı, dincəlməyi, rejimi, yeməyi, suyu. O dərəcədə sən rejiminə fikir verməlisən ki, sən təzədən 3 gündən sonra bir dənə də oyuna çıxa biləsən. İndi hər şeydən fırlanıb gətirirəm məsələn uşaq futbolunu Azərbaycandakı. Yəni oyundan çıxırsan, uşaq əlində telefon, bilmirsən neçədə yatır, bilmirsən TikTokdadır, bilmirsən Instagramdadır, bilmirsən YouTube'a baxır, bilmirsən İbro oynayır, PUBG oynayır, həm nə edir, səhər-səhər məşq salırsan, saat 11-də gəlir, nəsə bir güc məşqi verirsən, görürsən ki, uşağın dili çıxır bayrağa. Mən niyə verirsən bala? Mənim gecə bir futbol var idi məsələn də, saat 2-də yatdım, səhər tezdən elə bir 7-də durub, 7-də də durandan sonra məsələn məşqə gəlir, saat 10-dadır da, tutaq ki, 9-da durub və yaxud 8-də durub. Deyirəm, heç nə yeməmisən? Deyir, yox, müəllim, gecikirdim deyənə, az qarnına gəldim məşqə. Sən az qarnına necə gələ bilərsən məşqə? Sənin gücün yoxdursa, enerjin yoxdursa bədəndə, sən qarnıma bir şey getmirsə, mən sən necə... O məşq sənə nə qazandıracaq? Məşqdə sən 100% bunu yola verəcəksən, məşq elədin, okey, şükür, getdin evə. Növbəti məşqlərin üstündə belə elədiksə, sən haradasa əzələndə və yaxud da haradasa partlayıb çıxacaq. Yəni, yanaşmamız qeyri-peşəkardır. Hamısına şamil eləmirəm, əksəriyyətimiz yəni belədir. Bəlkə elə bu sıx yuxu rejimi ilə bağlı, elə buradan bizim efir vasitəsilə bir valideynlərə, övladlarına o məsələdə nəzarət eləmək üçün sıx yuxu rejimi müraciət eləyəsiniz ki, birinci növbədə sizin sözünüzə qüvvət, bax biz indi məşqçilik kursunda bizə də deyirlər ki, birinci növbədə futbolçunun bərpası yuxudur. Yuxu. İkincisi su. Üçüncüsü yemək. Nə yemək yeyəcəksiniz? Bu 3 dənə amildə sən hardasa axsadınsa, zaten bizim futbolçular, bütün insanlar futbolçulardan qırağa hələ qoyur. Normal insanlara məsələn həkimlər deyir ki, gün ərzində 1 litr yarım su qəbul eləməz. Çünki bizim bədənimizin 65-70% sudur. Qalanı qandır. Sən futbolçusan, sən meydançaya çıxırsansa, oyuna gələnə qədər təsəvvür elə ki, elə futbolçu var ki, məsələn, oyuna gəlir, çıxır, oyunun 60-cı dəqiqəsində görürəm, elə tempdə oynayır, bizim uşaqlar da var, məsələn, öz komandamdan götürürəm.
Baxıram görürəm ki 65-ci dəqiqədə tutaq ki yerə uzanıb, sudurqa tutur. Sudurqa tutursa ayağında o qıc olma deyirlər də ona sudurqa. Hə, bəli. Onun 2 dənə şeyi var, səbəbi var. Ya sənin bədənində suyun azdır, o qədər qatırsan ki 60-65 dəqiqə sənin bədənindən su çıxır və sən təzədən gedib su içmirsən, geri o suyu qaytarmırsan, bədənindən su gedir. Artıq süd turşusu başlayır əzələlərdə formalaşmağa və o əzələ gətirir sənin bədəndə su istəyir. Ağac elə bir quruyur, başa düşdün, bunun dibində sulamalısan. 2 dəfə də işləyirəm bu faktı. Hə. Yəni sən suyu içməsən bədənindən su gedir. Zaten o sənin o qız olmaların olacaq. İkinci növbədə isə onun səbəbi, ola bilər sən su içirsən ha normasında. Sənin gücün yoxdur, gücün azdır. Qaçmaq istəyirsən topundan, amma sənin gücün elə bil o deyil deyə, fiziki hazırlığın, fiziki durumun sənin o deyil. Güc az olduğuna görə sən məsələn, tutaq ki, mən oynayıram Liverpoola qarşı, eyni, ikimiz də sən də su içmirsən, mən də su içmirsən, ikimizin də zaryadkamız eynidir, elə bir telefon zaryadkaya qoymuşuq. Bizə. Amma fiziki cəhətdən sən tutaq ki, iPhone 17 Pro Max-dan indi reklam eləyək, buradan bəlkə kimsə iPhone hədiyyə edir bizə. Sən iPhone 17 Pro Max-dan, mən də tutaq ki, iPhone 14. Sənin o prosesorun, sənin o şeyin, mən məsələn gəlib işlək baxımından sənə gəlib çatmağım, sən operativini edirsən hamısını. Mən yubanıram. Hardasa mən də sənə çatmaqdan ötürü bir balaca bir mənim zaryadkam tez gedir. Sənin zaryadkan gec gedir və yaxud da sənin batareya həcmin çoxdur məndən. Nə olsun suyu çoxdur, eyni səviyyədə içmişik. Deməyim odur ki, yatmaq mütləq qaydada günorta, o Sovet dönəmindən elə bir şeylər vardı. Yadımızda da bilmirəm, uşaq vaxtı məsələn, adi indi baxsada uşaq abed edir, getdi yatmağa. Adi insanın özü evə gəlsən, işdən çıxırsan, abed elədin, deyirsən ayağımı uzadım belə divanda bir hortum. Bədən özü tələb eləyir. Elə əlin belə qulağın dibinə qoyan kimi belə baxırsan ki, 2 saat getdin yatıb qalmısan. Bədən özü yuxuya aparır səni. Və yuxuda da uşaqların, balacaların boy qarmonu deyirlər, o melatonindir, yoxsa serotonindir, nədirsə, o boy qarmonu. Elə bir vaxtdır ki, məsələn, o alimlər sübut edirlər onu. Deyirlər ki, məsələn, gecə saat 10-dan axşam saat 12-yə qədər həmin o uşaqların inkişaf olan vaxtı, həmin o boy qarmonu məsələn, iminli saat 10-dan 12-yə qədərdir. Uşaq məsələn gəldi, futbol məşq elədi, heç məşq eləməsin, adi normal uşaq olsun. Tutaq ki, onun yarısı 10, 11 işləmiş, yuxuya getdi, bu yatırsa, məsələn, bu boyuna, məsələn, bu o şeyləri, alimlər məsələn deyirlər, bu uşağın boyu məsələn niyə uzanmır? Uşaq amma məsələn gecə saat 1-də yatır. Həmin o proses ki var ha, hardakı boy artır. Orada içirilir. Orada məsələn o geri qalır. Ona görə birinci növbədə deyirlər ki, hər şeyin bərpası qardaş yuxudur. Yatıram mən, yuxuya gedirəmsə bütün bədənim refresh gedir. Bütün hər məşq elədiyinsən, məşqə girirsən, sən elə bir məşqdə stresə girirsən. Nə mənada stresə girirsən, sən bütün bədənin, sənin bədən quruluşun, bütün əzələlər, mikroliflər elə bil hər məşq elədiysə xəbəri olmadan da belə, yəni orada balaca dartınmalar, mikro qopmalar, nə bilim nəsə, yəni məşq elədiysə sən bədəni stresə atırsan, məşq stresinə. Və həmin o mikro, o yırtıqlar, balaca o zədələr, zadlar hansılar ki var, mikro zədələr. O sən belə hə, məşq elədim, durdum, getdim, yenə gəzirəm, şəhərdəyəm, gedək çay çək, gedək domino oynayaq, hə, oturmuşam da burada dincəlirəm. Amma sənin bərpan getmir. Hansı ki, bax, o momentdə sən 1 saat günorta gəlib o yatası olsan, adi məsələn bizə gündə 2 dəfə məşq verəndə, o vaxt futbolçu olan vaxtı, məcbur məşqçi gəlirdi, girirdi abeddən sonra ki, baxın, yatın ha, telefonla oynamayın, kinoya baxmayın, uzanıqlısan, məsələn, yuxum gəlmir, yorğun, səhər ağır məşq eləmirsən, axşam tutaq ki, saat 5-də bir dənə də məşq eləyəcəksən, 2-dən 5-ə qədər, məsələn, sənin vaxtın var da, 2-dən 4-ə qədər 2 saat. Kimsə yorğun, elə stresə girib ki, məsələn, bədən yorğundur, yuxu yatmaq istəyir, amma yuxu gəlmir. Oturub kinoya baxır. Məşqçi məsələn gəlib, o kompüterdə onun əlindən alır və yaxud da söndürür onu ki, gözünü yum, nə edirsən elə, licbi nə bilim, get doktordan nəsə dərman al, yuxu dərmanı, amma bu 2 saatı yat ki, sənin bədənin vasitələrini bərpa getsin ki, sən təzədən 5-dəki məşqə, saat yarımlıq məşqə təzədən sən biraz bərpa olub, təzədən çıxa biləsən ikinci məşqə. Bunlar hamısı o xırda detallar deyil, amma o qədər önəmli şeylərdir ki, biz onlara belə gözə yarın ola bilər ki, məsələn, başı çıxır, idman aləmində olanlar bunları bilirlər. İdmandan, məsələn, qıraq olan insanlar, məsələn, onlara izah eləmək istəyirəm ki, o 3 dənə şeyə, yuxudur, sudur
bir də yeməkdir. Bu şeylərin üstünə də əgər hansınasa birinə bir balaca axsadısa, sən futbolda progressiv edə bilmərsən, inkişaf edə bilmərsən, böyüyə bilmərsən, daha da professional futbolçu gedim, oynayım daha da əla klublarda, top bizim məsələn Neftçidə oynayım, Qarabağda oynayım, Sabahda oynayım, tutaq ki də gedib oralara düşməkdən ötürü bunların hamısına sən riayət eləməlisən. Gör indi neçə illərdir məsələn də indi Qurban müəllim bu Qarabağı düzəltməkdən ötürü neçə illər əziyyət çəkdi. Bir də onu qeyd eləmək istəyirəm ki, əziz tamaşaçılar, birdən görürsünüz mən bildiyinizə görə Araz Naxçıvan komandasında məşqçi işləyirəm. Fərdi də belə məşqlər keçirəm. Birdən görürsünüz məsələn mənə suallar verirlər. Ruslan müəllim, mən özüm də məsələn görürsən TikTokda məsələn canlı açıram. Bəli. Və canlı o kim müraciət edir, məsələn məşqdən stadiondan qoyuram, məşq prosesi gedir və orada suallar verilir ki, Ruslan müəllim haradır, stadion haradır? Nə bilim neçə yaşdan götürürsüz uşaqları? Ən balaca 5 yaşından başlayır. Ən balaca gələn 5 yaşı var uşağın. Və ondan üzü yuxarı ən böyüyün isə 32 yaşı var. Yəni fərdi məşqlərim olduğu üçün yəni ora 18 yaşlı da gələ bilər, 5 yaşlı da gələ bilər. Zaten indi 30 yaşındakı şəxs məşqə gələn 5 yaşında uşaqla eyni vaxtda məşq edən onların özlərinin öz qrupbası var. Yolunuzu gözləyirəm, gətirin uşağınızı üzərində işləyək, çalışaq, baxaq görək. Aksiyan yeri. Eləsi var sıfırdan başlayır. Sıfırdan gətirib qoya bilərlər. Sıfırdan öyrədirəm, sonra yönəldirəm komandalara. Uşağın da oradan da talantı var, istedadı varsa, valideyninə deyirəm ki, qardaş, bəli, sənin uşağını 3 aydan sonra, 5 aydan sonra 100% mən sənə verəcəm. Məsələn, Neftçiyə gedəcək, Qarabağa gedəcək, Sabaha gedəcək. Yoxdursa o talant. Bəzi məşqçilər kimi yalandan demirəm ki, narahat olmaz, 6 aydan sonra sənin uşağın Ronaldo olacaq. Pulunu alıb ondan 6 ay özüm yeyim, 6 aydan da sonra göndərəcəm yoxlansa deyəcək ki, yox, bəyənmədik, uşağın nəyəsə çatmır. Mənə deməyəcək ki, məsələn, müəllim pulumu qaytardılar. Ona görə əvvəlcədən varsa uşağın qabında deyirəm ki, var, yoxdursa qardaş, yoxdur da, get mənə vermə pulu, ay Murad, apar balava xəşlə müəllim yanına qoy, İngilis dili öyrənsin uşağın, nə bilim, təhsilinə yönəlt. Düzü nədirsə odur. Ruslan bəy, bu milli səviyyəsində, klub səviyyəsində xarici səfərləriniz olub. Bu səfərlər zamanı mentalitet baxımından bilirik ki, ciddi fərq yaranır da olur. Həm dil, həm mentalitet. Bu səfərlərdə başınıza bu istiqamətdə, yəni maraqlı hesab elədiyiniz hansı hadisələr gəlib ki, yəni onu hesab unutmursunuz da, yazınıza düşəndə özünüzdə gülmək təzədən yenidən gülürsünüz. O qədər şeylər olur, o eləsi var ki, məsələn, danışmaq olar. Eləsi də var ki, onu danışsan elə bil aləm dəyəcək bir-birinə də. Aləm qarşıdır. Aləm qarışacaq bir-birinə, elə sırası birinci ilə verilişində sizin partlayacaq. Deyəcək, Ruslan getdi, gənə oyun çıxartdı orada. Bir də və deməli, şeydəyik, Berti Fox'un vaxtıdır. Bertidə həmişə, siz necə, futbolçuların tərəfində olurdu. Futbolçulara məşqlərdə, zatlarda Avstriyada ya Almaniyada milli toplanışada da gedəndə beləsinə məşqlər verirdi. Güc məşqləri, yorucu məşqlər verirdi. Məsələn, elə moment olurdu ki, birdən görsən, deyirdi ki, hamımız dəmir butsularımızı götürün. Onun da elə bir ən xoşladığı şey, zəhləsi getdiyi şey, məsələn, futbolcu rezin butsu geyinməkdir də. İstəyirdi ki, üzümçüsündən başlayaraq, qapçıya qədər hamısının ayağında elə bir dəmir butsu olsun. Təsəvvür et, dayanırdı belə koridorda, məsələn, məşqə çıxırıq. Hər elə bir otaqdan belə çıxana, belə butsusuna belə baxırdı, görüm gəzdikcə o kafenin üstündən çak, 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 o Dəmirin səsi gələcək. Atın nalın səsi gəlir. Onun nalın səsi gəlirdisə, deyir ki, okey, dava get ki, tutaq ki, Murad baxım, çak, 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 get. Ruslan, çak, 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 get. Biz də pijdi yerirdik. Məsələn, məşqəsə də gedəndə ayağımıza o çıxanda razdivakadan çak, 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 çak. Elə bir poliyə gedib çatan kimi baxırdıq, gördük ki, baxmır. Sırası dəyişdirib rezini geyinirdi. İndi poliyanın ortasında baxmırdı ki, məsələn, məşqdə rezinə dəyişdim və yaxud da neylədim. Həmişə, məsələn, məşqlərdən sonra şey verirdi. Aparırdı, məsələn, deyirdi ki, dəmir butsularımızı götürün, nə bilim, hansısa bir dağa dırmaşacaq, nə bilim, neynəyəcək, deyir, bu ağzı yuxarı bizi dağa hara dırmaşdıracaq. Butsu ilə özdə deyir, sürüşməyəsiz, belə dəmir butsuları götürün. Biz də belə Spartan məşq formasında zadında, məsələn, harasa belə gedəndə baxırıq ki, stadion, dağazada getmir, nəsə gəldi hansısa bir dənə, məsələn, restorana, giyib içmək, qonaqlıq zad, amma bildin necə, fırladırdı elə bir bu tərəfə də, deyir ki, ona bomba, yiyib içməyə gəlmişiz zad, məşq yoxdur, yox.
Hamı yanı sevindirir, sevinirdi. Amma hansı ki Nastro ilə gedirsən ki, ayda yenə ağır məşqdir, ayda nə vaxt qutaracaq görəm. Bütün futbolçuların hamı ağlında olur da, deyəndə ki, ağır məşq olacaq. Hamı fikirləşir ki, görəm menyuda nədir? Menyu, toy menyusu yox idi, lətükə bastırmaq, onlardan yoxdur. Deyir ya, qaçmaq, tullanmaq, qaz yerişi qabağa. Qaz yerişi daldalan həm də. Məşq meyvəsindən sonra. Məşq meyvəsindən gedirsən. Nəsə, bir də dedilər, nəsə yığın şeylərimizi, nəsə harasa məşqə gedir, ya test götürəcəyik və yaxud da neynəyəcəyik. Bizdən də testi bizi nəsə götürürlər. Laktat testi idi. Həmişə Almaniya gedirdi, Frankfurtda qanımızdan test götürürlər. Yorğunluğu göstərir ki, görüm futbolçu nə dərəcədə yorğundur və nə dərəcədə sənin bərpan gedir. Elə bir kuruq və yaxud da 2 kuruq hansı müəyyən tempdə qaçırsan, əlində qızlar o iynə ilə belə dayanırlar. Məsələn, hər futbolçu tutaq ki, 8 nəfər qaçır da doroşkada. Qaçırıq, 2 kuruq, 3 kuruq gəlirik bura, hamını saxlayırlar. Sonra qulağımıza o belə iynə ilə, barmağın belə deşən şey var. Elə bir qulağımızı oradan belə dınq, ondan belə deşir. Həmin onu yoxlamaqdan ötürü o beyin, məsələn, davleniyasını, nə bilim, yorulmanı, pulsunu, nəyini, məsələn, barmağından götürəndə o deyil. Ən, məsələn, keyfiyyətlisi, məsələn, qulağın deyib o yumuşaq yerindən də. Qulağı buradan belə deşir, elə bir qulağına sırğa zad qoyurlar, o yapara. Buradan belə deşir, qız buradan belə yuxarıdan eləsi var, qanı biraz azdır da, gəlmir. Kapilər yoxdur burada, şokda zadladır, qan buradan gedib aşağıdadır, buralarda qan. Buradan sallanır qulağı. Bildiyim bu boyda eliblər. 2 kuruqdan biri gəlir, buradan belə götürür. Okey, davay, ranik, təzdən yəni qaçırdır. Ora bura nəsə leşimizi çıxartdılar, laktat testini götürdülər qulağımızdan. Nəsə hamımızın qulağımız bu boyda. Apardılar bizi Luna Parka. Luna Parkda Avropa Park deyirlər. Adı Avropa Park idi. Avropanın ən böyük o belə şeyi var, Amerikanski qorxa deyirlər ona belə. Yerindən tərpənəndə təsəvvür 100-dən belə qoşurlar belə şeyləri, hamısını bağlayırlar sənin birəsinə. Məsələn, oradan bom, yaşıl yanan kimi yerindən elə bir yerindən 100-dən gedirsən. Sonra da spidometri görsədir orada. Getmirsən belə, sonra da orada sürəti yazır ki 100. Doğrudan yəni adamın salatı ağzından gəlir də dala. Nəysə, dedilər ki, buna minəcəyik yalnız. İndi hamı deyir ki, yox, adrenalin zat, mən sırada Kamranla naxadı şeyirəm ki, Kamran da var. Bir yerdə oturaq, Kamran dedi, mən neçə illərdir dostumuzdur, buradan da salamlayıram Kamranı. Salamlayıram. Növbəti verilişə sənə qonaq çağıracaqlar, Kamran. Gəlin Armanla iştirak elə burada. Bəli. Təzə verilişdir, xeyirli uğurlu olsun. Gözləyirik inşallah. Oradan da yaxşı podkastdır, yaxşı qardaşlar yığılıblar, uğurlar arzu edirik. Borcutma, fırlatma, gəl verilişdə iştirak edelim. Nəysə. Oturmuşuq, bundan dedim, Əhmədçi, davay ikimiz oturaq. Bizim də elə bil, belə oturmursan, qoşurlar bu şeyləri, bütün bağlayırlar sana remenlə zaddan. Hərənin də qabağında bir dənə burada kamera var. Kim məsələn nə emosiyalar, kim nə bilim, nə var, nə söyləyən, nə eynəyən, səsli zadda hamısı gedirdi ora, başa düşdün. Dedim, Əhmədçi, ona da Beşanbəran da ləqədim məçi qoymuşam. Deyirəm, Əhmədçi, əslən mən qorxuram. Bizdən də qabaq elə səslər bir sənə, oh my god! Belə fırlanır oradan, dala, salto vuran, nə bilim belə gedir. Əli-yüyülü qarşı qorxuludur. Biz bir qıraqdan baxırıq. Deyirlər ki, qarşı bunlardan sonra, bunlar düşəndən sonra siz biləsiniz. Hamını belə mandıraşdıb. İndi kim məsələn adrenalin xoşdan deyir ki, zordur, onsuz da bağlayırlar. Variant yoxdur oradan yıxılmaq. Prosto risk eləmirik. Mən də deyirəm, məsələn, sən can minməyək də. Deyirək, yox, minək. Eləsə mindik. Biz deməli oturmuşuq. Kamran oturub, mən oturub. Bizdə də bir dənə administrator var idi, dayı. Onun da nəsə davleniyası zadı var idi. Deyir ki, yox, qarşı mən minmirəm. Berti qayıtdı ki, perivodçikina tərcüməsinə dedi ki, yox, doktor, administrator, nə bilim, həkim, fərq etmir də, kim var komandada, bir dənə deyir, mən qalacam deyir qıraqda, baş məşqçi kimi. Bütün o 30 nəfər, 35 nəfər kim ki yoxdur, futbolçular. Alman damarı tutub. Hamısı Nemes damarı tutubdu, bildiyin Nemes. Bir nəşd elə, Alman əsəb eləncə aksentlə belə danışır, amma hamını mindirir. Ələsə bunlar. Bizə də kart verirlər, hər astırıq pulsuz girə bilirik də orada. Bildiniz necə? Buradan çıxır ora minirik, oradan çıxır ora minirik. Nəsə qayıtdı ki, davay hamı minməlidir. Bu kişi qayıtdı ki, dayı. Sənin balana qurban olma, buna deyən, mənim davleniyim zadım var, mən deyir, nə işim var deyir burada. Sən mən mindirməsin, nə deyən mən mindirməsin, qadan deyir, yox, deyir, ona deyir, oradan o deyir, nə, davay onu da mindirin. Nəsə dayı mindi, indi remen zadatdan yuxarıdan vururlar.
Buradan qayıdır o bağlayan deyir ki, hə qadınım, yaxşı bağla, sən can bərk bağla, birdən göydə açılar. Neyse, hamında qabağında kamera var. Deyirəm məsələn, mən özümü saxlayamayacağam, 100% oradan qaqaş konokkan basan kimi söyəcəm də onu, başa düşdü. Deyir, onsuz da bizə verəcəklər də bunu, yadigar kimi qalacaqsan da. Daha nəsə başa salıblar, daha xəbəri yoxdur ki, bunun qabağında kamera var, deməyiblər bunu. Bunu da mindiriblər, bir sənə ra, elə bir solda həkim oturubdur. Sağda da ən birinci bir poyuzun qabağında da hansı ki yuxarı qalxırsan 100-150 metr yuxarı, oradan burnu aşağı gedirsən də, başa düşdün, belə gedib yığırsan sürəti. Bunu ən buruna mindiriblər, başa düşdün, ən birinci qabaqda. Doktor burada nəsə, əlləri nəsə tər. Bizdən nə bil, bizik. Bizdən qabaqda 2 nəfərdir. İlk doktorla da həmin o administrator dayı odur. Neyse, qayıtıraq ki, hazırlaşın, knopları oradan basacaqlar, nə bilim, nə, eins, drain. Yerindən bu götürmədim. Yerindən belə götürən kimi yüzdən. Qabaqdakı dayı belə. Dayı yerindən belə götürən kimi belə. Ay sağ ol. Neyse normalde dayı maraqlandı Fox'la. Yaxında Yüngülbari maraqlandı Fox'la bize iştiriyor kafamızda. Hemen buradan söyürəm. Kamran buradan. Kız oğlan kimi əl-ələ babelə vermişik, babeləsə çap. Babelə əlimizin içi skoşlamışıq elə bir, kreynəli bəldi bir-birinə. Dayı oradan qabaqdan elə bir belə yerindən bellədi va dayı. Elə bir sürən kimi belə bax. Ay sağ! Mesela belə deyən kimi özündən getdi dayı. Bir də fırlanıb hay huy. Qabağa dalıb başı dala gedir belə. Lan buradan burnu az qala belə dəyə belə özündə döyür dayı. Biz də deyirik mən səni dayı bir getdi. Çamıran deyirəm dayı yoxdur. Nəsə gətirdi saxladılar. Üzə biz düşürük dayının da şapalaqlayırlar ki narkozdan nətər ayıdırlar o xəstəni ki dur. Belə eləyirlər ki, dur da, dur, belə baxır, təzən belə gedir. Həkim, nə bilim, nə oranı, mediklabın, medpunkt zat gəldirəm. Almanya səfəri, dayı qarısı orada özündən getdiyində kameralar verirlər, deyirəm, dayı, nə deyirdinsə, orada yazır, bax, orada nə söymüsənsə, kimi söymüsən, kimə nəsə maraqlanırsansə, nəsə deyibsənsə, hamısı bax, orada kadrda var. Sən can düz deyirsən, onu sən can birdən verərlər, deyirlər, nəyi var, deyir, Normaldir, maraqlanmışam dayına. Bax, belə məsələn şeylərdə həmişə Fox müəllim, Berti müəllim, məsələn, mən millidə olan vaxtı, məsələn, belə əyləncəli bir şeylər eləyirdi. Nə bilim, gah Luna Parka apardı, gah bir də apardılar ki, bizi. Raftinga, yuxarıdan o lotkanın içində, lotkanın üstündə 4 nəfər verənsində, 4 nəfər belə biz banda yığışdıq ki, Mahir Şükürov, Elnur Allahverdiyev, Kamran, mən, nə bilim, 4-ümüz o tərəfdən də elə bir lotkanın 4 nəfər bir tərəfindən oturur, 4 nəfər bir tərəfindən. O dağların arasından belə getirmirsən, o şeylərin arasından. Həmin orada elə bir, dalda da bir dənə neməsə elə bir gid oturur, lotkanı sürən. Məsələn, deyir ki, İngilis dilində bilirsinizmi? Mən dedim ki, İngilis dilində mən dağılıram, mənlikdir. Göründə qaqam dağılacaqdır. Qarısı dedi, mən mənlikdir, narahat olma, dedi, okey, very good. Dedim mən otururam burada, dedim mən daldan deyəcəm, məsələn, right deyəndə gördük, giririk divara, skalaya da, qayaya. Ancaq sağdakılar right vursun ki, burnunu döndərək, normal gedək. Left deyəndə, məsələn, ancaq soldakılar, sağdakı dayanır, soldakılar. Mən də dedim, mən sənə bunun başını oynatacam. Qorucu, hər şey aləmi qatacam bir-birindən, göndərən deyəcəm. Nəsə gedirik dağların arasından, hamımızı da geyindirlər, o sualtı üzənlər olur, o paltarla, vadalazların şeylərin zaddan geliyor. Bir dənə elə bir sifətimiz qalıb da belə. O kombatda zadda vardı, o Sub-Zero zaddan, Skorpion kimi zadı oynayırdı kombat. Ancaq sifət belənsinə. Hamımızın da əlimizdə şeylər, spasatimli jilet, o xilas edici jilet zat ki, birdən lotkadan kimsə düşsə, batmırsan da, yəni o əynindədir ki, götürəcəklər sən. Anası da gedir, özü də arxadan elə bir regulovkan eləyir ki, imin o belə yerə çırpırsan, qalxır belə, o aləm bildiyin adrenalindir. Nəsə qayıtdı ki, Favuzə indi təhlükəli yerə giririk, şey eləyəcəm. Nədir, mən nə komanda verəcəmsə, həmin ona yanı riayət edin də.
sağ deyəcəm, sağ vursun, sol deyəcəm, sol vursun. Tez-tez getmək lazım olsa deyəcəm together, yəni ki, bir yerdə onlara dedim, mən narahat olma. Don't worry, mənlikdir. Qaqanlıqdır, qaracı. Nəsə gedir o tərəfdən, getdi, qayıtdı ki, bu right. Girir ya ki ya. Right belə deyən ki, mən qayıtdım ki, bu tərəfdən. Sol. Elə bu sağ deyir, mən verəmə sol deyən kimi dördümüz də bu tərəfdən. Kamran, Mahir, mən, Elnur. Sol, burdum doğada qayıt, elə bu Titanic nətər girir icebergə. Elə burdum icebergə doğru. Qabağı qalxdı belə. İndi mən nətər az qalaba belə yıxılmışdım. Qışlar qalxdı belə. Aləm dəydi bir-birinə təzdən yerimizə belə bax. Right! Mənə qışqırır ki, right deyirəm də işini. Mən də sən buna təpəyə bax. Eşitmirəm, o da sürüyor təzdən belə göyə ki, eşitmirəm. Başa düşdün? Təzdən bu tərəfə deyir, left, deyirəm, sağ. 4 dənə sağ başlar. Long, az qolaq surdaq da bildiyin şey. Biz də o, biz uşaqlar olur ya, o həmişə əlindən nəsə bir şeylər gəlir, deyirsən ki, yadda qalsın da, başa düşdün, yadda qalan şeylər. Elə bil, hər dəfə nəsə bir şey eləmək istəyirdi ki, ömrünün axırına qədər məsələ yadda qalsın da o şeylər. Nəsə aləmi qatdım bir-birinə. Sağ deyir, sol fırlayıram buradan. Deyir, left deyir, mən right'ı fırladıram. Deyir, mən right sağ vuraq. Nəsə aləmi qatdım bir-birinə. Başımızda da kaska var. Hamımızın elə bir başımızda kaska var ki, birdən yıxılaraq qayazada deyəndə başı şeyləsinlər. Nəysə, axırıncı momentdə bu yenə right deyən kimi mən çaşdım elə bil. Bu buradan right deyir, mən elə bil Azərbaycanda sol deməkdənsə mən elə bil əksinə elə bil İngilis də dedim, left. Bu right deyir. Mən qayıtdım ki, left. O başa düşdü ki, əmoğlu. Ki, burada aləmi qatmışam bir-birinə. Bu əlindəki veslo yoxdur, o belə şey eləyən. Left. Belə deyən kimi. Bir də gördüm o veslo yoxdur ki. Kəlləmin ortasına bir dənə bax. Qoyan kimi veston bir elədim. Gördüm veston elə bir taxtası qaldı əlində, o başı yoxdur, belə şey eləyən, avarı çəkən. Çıxdı suya getdi. Çilətdim başımın içəndə bax. Katastrof! Nəsə katastrof deyir, aləmi deyir, qatmısan deyir. Deyir, mən sorry. Nəsə də baş sürünsün, nəsə bu beləsinə. İndirizdir belə şeylər. Yadda qalan nə bilim, o qədər şeylər var. Bir indi fikirləşim deyim ki, konkret nəsə yadıma salım. O şeylərdən məsələn yoxdur. Sonra nəsə bir dənə də başqa sual verdin. Yadda qalan bir dənə hansıydı o birisi? Bir dənə eşitdiyimə, bildiyimə görə oyunların birində başınıza, belə deyək də, rəqib komandanın oyunçularından biri sizi oyun boyunca sizi çox qızıqlandırır. Deyir ki, o qədər elə oyun olur ki, məsələn, baxır görür hansısa oyunçudur, tutaq ki, hücumçudur. Tutaq ki, mən oynayırdım, aqressiv oynayırdım, ya biraz çobuda oynayırdım, ayağına qəsdən və yaxud da qərəzsiz birdən görsən toxunurdun. Həmin o futbolçu məsələn xoşuna gəlmədi. Baxırdı görür ki, tutaq ki, da Ruslan oynayır. Sağ cinahda Interdə və yaxud da Neftçidə, nə bilim, Qəbələdə belə oyunçudur ki, zəli kimi deli yapışıb mənə imkan vermir oynamaq. Gəlib məsələn korner momentlərində, free kick momentlərində ya gələrdi məsələn ayağını bir də görsən mənim ayağımın üstündə tap talib məsələn qaçırdı. Südiyyə mən hakimə deyənə kimi ki, tap talı amma var yox, bir şey yox. Ki getsin təzədən kamerada baxsın ki, doğrudan tap talib yoxsa yox. Qaqaş qaçıb orada məsələn təhlükəli başına onu hakimə deyirəm, görmürsən tapdır, hakim deyirəm necə görüm. 20 susanbuz bir-birinizdə. Nə oldu ki? Məsələn, belə şeylər eləyirdilər. Bir dənə Lənkəramda o vaxt oynayanda sarı Pit var idi. Adrian Pit. Nəysə moment oldu. Pit ayağımı tapdaladı kornerdə. Buna qayıtdım dedim ki, gör indi darıxma, görərsən sən. Nəysə, indi belə deyirəm də, görərsən sən, belə orada normal futbol dili ilə, o bədən dili ilə başa saldım ki, indi görürsən, o da qayıtdı ki, okey, no problem, belə qızışdırır da məni. Ki, mən bir dənə vurum və yaxud da nəsə eləyim, atsın özün yerə provokasiya edir ki, mən qırmızı zad alım, nəsə qırmızı kart alım. Hesabda 0-0'dır məncə, şeydə oynayırıq, Tofiq Bəhramov da oynayırıq. Neftçi ilə oynayır Xəzər Lənkəran, əzəlli rəqiblər. Nəsə ayağımı tapdaladı. Dedim, my friend, qəsdən edirsən, ha? Yəni, sorry, yəni girmir də o. O variant keçmir. Nəsə qayıtdı ki, okey, var eləm, nəsə belə. Bir dənə moment oldu. Uzun bir dənə pas verdilər. Elə bu uzun topa biri var, məsələn, tullanasan, eyni vaxtda tullanasan topa. İkimiz də belə var, beləsiz. Bir də var ki, mən elə bil o top göydə olan momentində bundan elə bil 1 saniyə tez tullanıram. Əslində epizodu uduzacam ha. Amma məqsədim nədir?
ki bunun ayağı belə yerdə olan momentində mən prujok eləyəndə yuxarı atlanmaq istəyəndə ayağımı elə bil bunun ayağının arxa hissəsi var ya, bu axila yeri. Ayağımı elə bil onun axila yerinə belə basıb üstündən belə tullandım belə göyə, top başımızın üstündən keçdi. Bunun mənim ayağımı necə ki bu yedi. Ay, mənim ayağımı necə ki yedi, bu ayaqlarım tapdaladı. Mən də elə bil bunun axilasını yedim orada o momentdə. Bir də ayağım tutdu beləsə, südyə gəldi mənə sarı verdi, düzdür. Oradan tapdalamışdım ayağını, amma qəsdən tapdaladım ki, sən mənə eləyirsən, xeyr ola, mən sənə eləyə bilirəm. Qırmızılıq deyil. Zaten onun da elə biclik var, yəni futbolun biclik, idman bicliyi var da. Məsələn, biri var gələn mən yanlışam, tapdalayam belə tullanam, deyəcək ayağımı qəsdən vurdu, mənə xəsarət yetirdi. Bir də var ki, tullanırsan belə bay-baya, prosto o ayaq butsunun altında şipləri rezin və yaxud da dəmir olduğu üçün axilada elə bir incə bir yerdir ki, bir balaca zədələndin onda o axiləsi necə atırlar şeylə, vururlar ayağından, ondan sonra öldürə bilirlər də o Troya kimasında. Yedim, ayağım suya gəldi, sarı verdi beləsinə. Təzdən gördüm, getirsiz adı, naskisiz adı cırıldı. Amma yenə durdu. Elə bir Terminator qurğuşun lan qoyursan cırıq-cırıq olur, təzdən görürsün. Təzdən, onun kimi. Qayıtdı ki, okey, indi görərsən sən nəsə. Gəldi bir dənə moment. Nəsə dirsəyindən vurdu məni. Barbə tullanan moment yüngülvarı belə dirsəyindən belə ağzıma belə dəydi, belə acıqlandım belə, üstünə belə gəldim ki, buna belə elədim, belə bir üzə belə gəlir. Gəldim belə əlim belə tutmuşam, belə vurmuram ha. O gözlüyü ki bir dənə nəsə belə eləyəm. Öz-özümə belə acıqlanıb belə eləmir. Bir dənə belə eləyən moment elə bir üzbəüz belə dayanmışıq. Qayıtdı bir dənə belə sifətimə baxdı belə bax. Buradan bura. İndi nətər kimi əsəbimdən beləsində belə dedim, mən sonra qoyaram sənə, normal çiliyərəm, belə deyəm, belə sifətimə baxıyorum. Belə baxdı, bir sifəti də belə buradan. Gülməyə tutlarında belə bağırırsın, deyəm, mən sənə, neysə, bütün ilçim zadımda getdi, başa düşdüm. O qədər yox. Amma yadıma gəlmir indiyənə qədər ki, hansısa oyunda qırmızı kart alıb. Yəni o baxımdan disiplinirovanın olmuşam. Birbaşa qırmızı. Komandada. Ya birbaşa qırmızı alım və yaxud da bir sarım olubsa, ikinci sarı qorxa-qorxa oynayım ki, birdən qırıb sarı alaram, elə deyil. Sadəcə olaraq daha diqqətli, daha təmkinli. Çünki sarı vərəqəm var, qırmızı alsam, zaten komandanı yarı yolda qoyacaqsan. Allah eləməsin, komandada uduzası olsa deyəcəklər ki, Ruslan, sən komandanı qırmızı aldın, komandanı azlıqda qoydun, sənə görə uduzduq, pis vəziyyətdə qoydun. Daha uduzsan belə bütün yük elə bir gəlir həmlə qırmızı alan futbolçunun başında çatdır. Ona görə mən təxmini deyim də 2002-də birinci dəfə oynamışam çempionatda. 17 yaşımda hardasa 22-23 il beləsinə Premier Liqada mənim karyeram olub. Rus Liqada. İndiyənə qədər də düzdür avtogol vurmuşam da ən birinci oyunumda elə avtogol vurmuşam Şəmkirdə. Öz qapımıza. Birinci oyunumda çempionatda. Amma qırmızı vərəqəm oldu. O baxımdan yəni şükürlər olsun ki, komandanın böyrü üstə qoymamışam. Usta, mən dünya çempionatına bağlı soruşaq. Bayaqdan veriliş dünya çempionatından başladı, amma olsun, belə yaxşıdır. Sizin o qədər belə orada maraqlı söhbətiniz var ki, maşallah dünya söhbət çempionatında hansı komandaya variant eləyəcəksiniz? Siz özünüz. Mən özüm İngiltərəyə, o da Thomas Tuchel'ə görə bəyənirəm o məşqçini. Qəşəng məşqçidir. İstəyirəm o çempion olsun. Mənim üçün qardaş Türkiyə birinci heç. Yəni o standart bir şeydir, amma İspaniya azarkeş işləyəcəm. Sizin bəs favorit komandanız kimdir? Mən Burkina Faso. Yoxdur olar. O yenə Curaçao var, Curaçao. Ada dövlətidir. Mən də birinci səfərdə adını eşitmişdim. Curaçao? Curaçao. Curaçao. Hə. Mən inansan, mən belə coğrafiya biraz başım çıxır. Amma bu Curaçao'nun birinci dəfə də işləyir. Zorla xəritədə bir tərəf tapmaq gətirmək. Mən əslində hansı ki indiki futbol, müasir futbolu belə fikirləşəndə Fransa millisi də pis deyil. İspaniya. Almaniya millisi də pis deyil. İspaniya hardasa indi bunlara belə baxanda İtaliya demək istəyirdim, ağzım gəlir İtaliya, hamı İtaliya yoxdur. Neçə illərdir ki, adamın dili gəlmir, İtaliyasız təsəvvür eləməyə. Mən də hardasa
Çox güman ki, İspanlara variant eləyəcəm orada. Bəs çempion kim görür? Braziliya var. Var. Braziliyada deyəndə hamımız bilsən nəyə nəzərdə tuturuq? Köhnə biraz. Köhnə Qaflandiş Ronaldo, Nazario oradadır. Ronaldinho. Kafalar oradadır, Ronaldinho oradadır, nə bilim şeylər, Carlos. Kakamalar, nə Carloslar. Yəni o Braziliya deyil. Deyil, yox, deyil. O gün kimdən oynayırdılar evdə? Uduzlar, Fransaya kimi uduzdular. Yəni Braziliyalılar ümumiyyətcə individualistlərdir də, yəni hansı ki individual keyfiyyətləri çox yüksək. Fərdi ustalığı var yüksək Amma səviyyədə. futbolu sən hansısa bir elementlərdə bəzən elə epizodlar olacaq ki, doğrudan da fərdi ustalığın hesabında məsələn orada nəsə edə biləcəksən. Amma futbol komanda oynadı. Bunu 11 nəfər oynayır və 11 nəfərin 11-i də elə bir taktikada oynaya bilər ki, məsələn Simeone necə Atletico Madrid fikirləşərdim ki, keçəcək, nə bilim, polfinala çıxacaq və yaxud da nə edəcək, müdafiə futbol oynadır və yaxud da nə edir. Hər nə futbol oynadıram. Nəticə qazanır. Nəticəm var mənim. Mənim də taktikam budur, mən belə istəyirəm. Oturacam, avtobus quracam, hörəcəm, nə bilim, kubikdən olsun. Necə ki, bu gün dünya çempionatında olmayan İtaliya uzun illər, yəni sırf o sistemlə getdi dünya çempionatlarında finalları gördü. Ay sağ ol. Ona görə də buyurun. Ona görə də Braziliya hansısa demək istəyirəm ki, Braziliya balet eləmək istəyirəm, fərəskarlıq eləyəcəm, tərəfdarlıq. Amma yenə deyirəm, o individualistləri çoxdur deyə komanda şəklində tez qərar vermək, sürətli futbol oynamaq, tez düşünmək, bir addım qabağı görməyinə görə İspanlara variant eləyəcəm. Bəs sizə qızıl butsu kim qazanacaq? Yəni dünya çempionatının bombardiri kim olacaq futbolçularda? Dünya çempionatının bombardiri bu dəqiqə mən bilmirəm vallahi. Kane yaxşı formadadır. Bu dəqiqə. Amma onun da formada olması, daha doğrusu bombardir olması komandasının çıxışından asılı olacaq. Yəni əlbəttə ki, indi komanda yoldaşları Kane özü təkcə məsələn komanda qabaqda dayanır, verin mənə, mən qabaqda həll eləyəcəm. O vaxt bizdə futbolçu vardı, Zaur, Karvanda oynayanda Ramazanov. Köhnə millimizin futbolçusu. Bəli. Əjdaha futbolçudur. Deyirdi ki, vurun qabağa, qabaqda mən özüm əlli eləyəcəm. İnşallah qismət olsa növbəti podkastlarımızda da Zaur Ramazanov olacaq. Karvanda inşallah çağırarsınız, maraqlı qardaşdır. Mənim canım ciyərimdir, çox istəyirəm, salam söyləyirəm. Biz də salam deyirik. Elə deyirdi ki, Yunus müəllimə deyirdi ki, sən çətin oyundur, nə bilim falan komandanın oyundur, deyirdi ki, Yunus müəllimə rahat olma. Mənlikdir, 2 dənə vuracam bilməm. Allah'ın olsun, çıxardı ki, oldu, ikisində vurur. Vurun qabağa, mən qabaqda həll eləyəcəm. Yəni o dərəcədə texnikalı, o dərəcədə sürətli oyun. Yəni o baxımdan nəsə danışmaq oradan da çoxdur, çünki öz futbolda da oradan da əməyi, komandalarda da əməyi çox olur. Ona görə Kane'ə gəlib çıxardırıq təzədən yenə söhbəti, komanda yoldaşlarından çox şey asılıdır. Yemləyəcəklər, paylayacaqlar, topla təmin edəcəklər. Momenti düşəcək. Ola bilər 90 dəqiqədə heç bir dənə moment olmasın. O məsələn elə kütüyosu varsa, istiyatı var ki, çönəcək, vuracaq, yəni yeyib gələcək. Xüsusən mən bu çempionatda Özbəkistan ilk dəfə çıxış eləyəcək. Həm Türkiyə var uzun müddətdən sonra. Belə Bosniya var, belə sizcə sürpriz komanda kim olacaq? Kimdən sürpriz gözləyirsiniz? Özbəklər düzdür, indi bax çıxıblar ora, onlar da çalışacaqlar, amma müəyyən bir müddətə qədər. Müəyyən bir pilləyə qədər məsələn gələcəklər. Yəni deyim polfinala çıxacaqlar, 8-də birə çıxacaqlar, 4-də birə çatacaqlar. Çünki orada əjdaha komandalar var. Özbəklər idi, sonra kimlər idi? Türkiyə var, uzun müddətdən sonra. Türklərin özləri neçə il idi, məsələn, oynamırlar. Amma belə baxanda milli futbolçularda öz çempionatlarında çıxış edən, legioner həyatı yaşayan futbolçular da var. Timboli Montella'da da desəm mən. O da məsələn elə futbol oynadır ki, doğrudan da milliləri, Türkiyə millisi, qardaş ölkəmiz, yəni orada çıxıb təmsil etməyə layiq idi, yəni dünya çempionatına getməyə. Ona görə onlardan da çox şey gözləmirlər. Onlar da bir sürpriz komanda kimi ola bilər olsun. Nə mənada, yəni oynayar tutaq ki, İngilistanla oynayar, nə bilim ya Almaniya ilə oynayar, nə bilim hansısa komanda ilə bütün dünya hamı yüklənər ki, Almaniya bu günlərim türkləri olacaq. Bəxt amilindən, nə bilim nətərsə, yəni nəsə bir şey o bizim o türk qanımız kimi nəsə ortalığa bir şey çıxardır, nəsə bir də gördü, nəsə bir də ortalığa nəsə çıxardacaq. Deməli, bizim Oxaz saytının özəl hədiyyəsidir. Çox sağ olun, təşəkkür Bizim edirəm. loqomuz üzərində olan hədiyyədir. Qəşəng. Ümid edirəm çox xoşunuza gələcək. 100%. Yəni eksklüziv bir şeydir içinə və bu iş baxmamış. hədiyyəsi də sizə oldu. Eləmi? Bəli, bəli.
İnşallah mən də çox sağ olun, təşəkkürümü bildirirəm sizə. İlk verilişiniz açılışına məni dəvət elədiniz. Mən də indi ümumiyyətcə bütün jurnalistlər, bütün bu ismi deyirlər də, sredstva massov informasiya, Azərbaycan dilində nə deyirlər ona? Kütləvi informasiya. Ay sağ ol. Bax orada iştirak edən bütün istəyir jurnalist əlində o mikrofon müsahibə götürən, istəyir montajor, istəyir işıq verən, istəyir kamera çəkən. Ümumiyyətcə biz Azərbaycan futbolunda millidə oynayanlar, hansı ki biraz ad qazanmışıq, futbolda ad qoymuşuq, iz qoymuşuq. Bizi məsələn Azərbaycanda futbolla kimsə tanıyırdı. Sizlər olmasaz, siz jurnalistlər, ümumiyyətlə sizin bax bu jurnalist tayfası olmasa, bizi kimdir tanıyan hansısa bir Uzqar kənddə, siz paylaşırsınız, nəyəsə işıqlandırırsınız, gün ərzində girib nəyəsə oxumasan məsələn, oradan da yəni şey eləmirəm, belə bir tınzıxıram ki, görüm bu oxuazda nə yazıblar, girim baxım, görüm ümumiyyətlə, futboldan qıraq məsələn. Elə xəbərlər var ki, məsələn, dünyada baş verən, Azərbaycanda baş verən şeylər, məsələn, mən girib əldə oxuyuram. Oradan belə birinci yazan kimi oxu, yazan kimi o, yazan kimi sırada oxu az sıxır məndə burada qoyulur. Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin sayənizdə biz tanınırıq Azərbaycanda və siz mənə dəvət göndərəndə ki, Ruslan müəllim sizi istəyirik verilişimizdə görək və bizim də bilirsiniz ki, asılacağımız yerimiz var. Mənim də Araz Naxçıvan komandasındayım. Bizim də rəhbərlik nəzarət edir. Dedim ki, elə bizim rəhbərliklə danışın, müraciət edin. Araz Naxçıvan rəhbərinə təşəkkür edirik ki, icazə versinlər. Sağ olsunlar ki, icazə verdilər. Sağ olsunlar. Gəldik, iştirak elədik. Çox sağ olun. Sizin sayənizdə biz tanınırıq. Sizə böyüklərin təşəkkürümü bildirmək istəyirəm. Verilişiniz daim uğurlu olsun, davamlı olsun, axarıcı olsun və hər podkastınızın növbəti çəkilişi də biri-birindən maraqlı olsun və baxılsın. Təşəkkür edirik. Kimlər də varsa TikTokda, Instagramda bilmirəm indi təzə açılıb yarın ki, mən özüm də takib edəcəm. Millət də kimi ki baxacaq, onlar da takib eləsinlər, izləsinlər. Bir dənə xahişimiz olacaq bizim üçün. Yox, belə çəkmirəm elə. İmza çək. Bir dənə imza gördün Muradın sifətini. Hələ bir dənə imza deyən Səmir bəy bax. Doğrudan çəkmişsiniz. 18. Təşəkkür edirik. Bir dənə qəşəng sualımız olacaq. Deməli, izləyicilərimizə sualımız var ki, əgər dünya çempionatını bir komandaya hədiyyə eləməli olsaydınız kubokunu, bu hansı komanda olardı və niyə? Yəni bu ətraflı səbəbi ilə, izahı ilə YouTube-da, həm də digər sosial platformalarımızda şərh yazın. Şərhlərimizi gözləyirik, bütün şərhləri oxuyacağıq və içindən ən maraqlı seçilmiş şərhə Ruslan Əmircanovun imzası olmuş bu köynəyi hədiyyə edəcəyik. Əziz izləyicilər, Top Out podkastını izlədiniz. Biz izləməkdə davam eləyin. Daha maraqlı podkastlarımız inşallah irəlidə. Bəyənməyi və paylaşmağı unutmayın.